Salam əziz FM Network ailəsi. FM Network Marketing YouTube kanalına xoş gəlmisiniz. Bu videoda network marketingdə təqdimatın, izahın, necə daha effektiv olmasından danışacağıq. Network marketingdə ən əsas fəaliyyət nədir? Məhsul var, şirkət var, plan var. Amma bunların hamısını insanlara tanıtmadan heç bir mənası yoxdur. Yəni bu biznesin ürəyi təqdimatdır. Necə ki, həkimin əsas işi müalicə və əməliyyatdır. Müəllimin əsas işi dərs keçməkdir. Usta üçün əsas iş təmir etməkdir. FM Network'da da əsas iş təqdimat, izah etməkdir. Sən hansı səviyyədə olmağından asılı olmayaraq, bugün aktiv təqdimat etməsən belə, təqdimat etməyi öyrənməlisən. İnsan öz məhsulunu, şirkətini və qazanc modelini başqasına sadə dildə izah edə biləcək səviyyəyə gəlməlidir. Bu bacarıq həm biznesinə inamını, həm də özünə olan güvənini inanılmaz artırır. Təqdimat harada və necə ola bilər? Bəzi komandalar kafedə və çayxanalarda, seminar zallarında, bəziləri isə evdə, ofisdə təqdimat edir. Bir nəfərlik və ya kiçik qruplarla, bəzən də liderinin köməyi ilə təqdimat edir. Burada ən doğrusu budur, mütləq belə olmalıdır demək yanlışdır. Çünki hər liderin, hər komandanın öz stili var. Əsas olan komandanın böyüməsidir və sənin etdiyin təqdimatı komandanın da eyni sadəliklə təkrarlaya bilməsidir. Amma bir həqiqət var ki, network marketingdə hamının qəbul etdiyi doğru təqdimat prinsipləri mövcuddur. Bu videoda da məhz o prinsiplərdən danışacağıq. Təqdimatın məqsədi nədir? İnandırmaq? Yox, burada çox önəmli bir məqam var. Təqdimatın məqsədi qarşıdakı insanı zorla inandırmaq deyil, ona düzgün məlumat verməkdir. İnandırmaqla məlumat verməyi qarışdırmamalıyıq. Kimisə zorla inandırmağa çalışanda həm sən yorulursan, həm də qarşı tərəf bunu hiss edir və səndən uzaqlaşır. Network marketingdə hamının bildiyi bir fəlsəfə var. Networkda heç kimi sən inandıra bilməzsən. İnsanlar yalnız özlərini inandıra bilərlər. Bizim vəzifəmiz doğru və real məlumatları sadə şəkildə paylaşmaq. İnsanın beynində bəlkə bu mənlikdir, mən bunu bacararam, başlamaq olar düşüncəsini oyatmaq. Onun öz qərarını öz-özünə verməsinə şərait yaratmaqdır. Ona görə təqdimatı şişirtməyə, mürəkkəbləşdirməyə heç ehtiyac yoxdur. Uzun təqdimat bərabərdir yorğun beyin. Öz təcrübəmdən deyim. İllər əvvəl bir network şirkətində mükəmməl təqdimat necə olmalıdır deyə baş sındırırdım. Bir təqdimatım təxminən 1 saat yarım çəkirdi. Hər detalı danışırdım. Şirkətin tarixi, bütün detallar, bütün məhsullar, planın xırdalıqları. Sonu nəticə nə olurdu? Təqdimat bitəndə mən də bitmiş olurdum. Qarşımdakı adam da yorulurdu. O qədər çox şey danışırdım ki, axırda sual verəcək mövzu, danışmağa, söhbəti davam etdirməyə söz qalmırdı. Sonra başa düşdüm ki, ən yaxşı təqdimat qısa və sadə təqdimatdır. Təqdimatda nələrdən danışılmalıdır? Gəlin indi mərhələli şəkildə baxaq. Təqdimatda nələrdən danışmalısan və təxminən neçə dəqiqə vaxt ayırmalısan? 1. Şirkət haqqında, FM Network haqqında. 2-3 dəqiqə. Şirkət barədə saatlarla danışmağa ehtiyac yoxdur. Sadəcə şirkətin adı, ölkəsi, FM üçün Azərbaycanın yerli şirkəti olması, qanuni olması, vergi ödəyicisi olması, neçə ildir fəaliyyət göstərməsi kimi əsas məqamları 2-3 dəqiqəyə deməyin kifayətdir. Yəni sanki kimsə soruşur, qardaş, bu FM Network nə şirkətdir? Qısaca. Onun cavabını verirsən və salam. 2 məhsullar, 2-3 dəqiqə. Əgər şirkətin onlarla, yüzlərlə məhsulu varsa, oturub hamısını bir-bir saymaq düzgün deyil. 1-2 əsas kateqoriya, ən çox istifadə olunan və maraq doğuran məhsullar haqqında qısa danışmaq kifayətdir. Əgər qarşındakı insan məhsula çox fokuslanırsa, belə de, gəl təqdimatı kəsməyək, sonradan məhsulları ayrıca detallı danışarıq. Beləliklə, həm onun sualını cavabsız qoymursan, həm də təqdimatın axınını pozmamış olursan. Əlavə olaraq, bizim saytımızdan da məhsullarla bağlı bütün detalları oxuya bilərsən, deyərək yönləndirə bilərsən. 3. Qazanc planı. Maksimum 2 dəqiqə. Bəli, hər şirkətin planı fərqlidir. FM Network'unda özünə məxsus qazanc modeli var. Ancaq təqdimat zamanı planın hər xəttini, hər faizini, kağız-kağız, səhifə-səhifə,
Yarım saat, 1 saat izah etməyə ehtiyac yoxdur. Məqsəd, qarşı tərəfə burada real pul qazanmaq olar mesajını vermək, amma onu boğmadan. Maksimum 2-3 dəqiqə əsas strukturu, necə qazanıldığını qısa deyib keçmək kifayətdir. Qalan xırdalıqları işə başlayandan sonra addım-addım öyrənəcək. Çox detala girsən, beyni qarışacaq. Mən biraz düşünüb sizə deyərəm cümləsini eşitmək ehtimalın artacaq. Bu da adətən yumşaq formada yox deməkdir. 4-cü potensial plan. 2-3 dəqiqəlik sadə nümunə. Bu isə çox vacibdir. Burada kağız qələm götürüb ya da kataloq üzərində sadə şəkildə göstərirsən. Əgər sən ayda bu qədər insanla danışsan, bu qədər insan komandaya qoşulsa, təxminən belə bir gəlir əldə edə bilərsən. Yəni, qarşısındakı insanın beynində təsvir yaratmalısan, şəkil çəkməlisən. Zəhmətkeş insan üçün. Sən bu işi ardıcıl etsən, 3, 6, 12 ay sonra təxminən belə nəticə görə bilərsən. Amma yenə də. Maksimum 2-3 dəqiqə. Sadə rəqəmlərlə. Asan başa düşülən dildə. Bəs əsas diqqət nədə olmalıdır? Çox verilən sual. Təqdimatda daha çox nəyə fokuslanım? Şirkətə, məhsula, qazanca, potensiala? Cavab. Heç birinə ayrıca qapılıb fokuslanma. Hər birinə 2-3 dəqiqə ayır. Yəni, şirkət qısa, məhsul qısa, plan qısa, potensial qısa. Belə olanda, hər kəs öz maraq nöqtəsini tapır. Kimisi məhsula, kimisi qazanca, kimisi az sərmayə ilə biznes qurmağa, kimisi komanda hissinə maraq göstərir. Sən isə standart, kopyalana bilən bir təqdimat forması qurmuş olursan. Təqdimat bitəndən sonra qarşı tərəf hər hansısa mövzuya daha çox maraq göstərirsə, onda artıq ayrıntılı söhbətə keçə bilərsən. Təqdimat neçə dəqiqə olmalıdır? Ən ideal 10-15 dəqiqə arası. Yəni, 2-3 dəqiqə şirkət, 2-3 dəqiqə məhsul, 2 dəqiqə plan, 2-3 dəqiqə potensial, biraz keçid cümlələri, giriş-çıxış, təxminən 10-15 dəqiqə. Bu həm qarşı tərəfi yormur, həm də bu işi mən də edə bilərəm hissini yaradır. Ən böyük səhv – yalan və şişirtmə. Bir çox networkerlərin etdiyi ən təhlükəli səhv – planı şişirtmək, real olmayan gəlirlərdən danışmaq, asan pul təsviri yaratmaqdır. Nə baş verir? İnsan bağ belə, bostan belə danışığı eşidir. İşə başlayır. 10-15 gündən sonra görür ki, göydən pul yağmır. Bu dəfə motivasiyası düşür. Sənə inamı sarsılır. FM Network kimi uzun müddətli, dayanıqlı bir biznesdə yalan danışmaq öz ayağına güllə vurmaqdır. FM Network marketingin gerçək imkanları onsuz da kifayət qədər güclüdür. Onu şişirtməyə ehtiyac yoxdur. Təqdimat necə görsənməlidir? Sadə və kopyalana bilən. Ən ideal təqdimat forması. Bir kağız, pürüz, bir qələm, kataloq və yaxud kanalımızdakı izah videosunu izlətməklə. Bəli, texnologiya var. Notebook, proyektor, kataloq, böyük ekran. Bunlardan da istifadə edə bilərsən, amma məqsəd qəlizləşdirmək deyil. Qarşındakı şəxs bunu düşünməlidir. Mən də bu qədər sadə danışa bilərəm. Mən də bu işi edə bilərəm. Networkda etdiyin hər şey sadə görünməli, kopyalana bilməlidir. İnsanlara yalvarma, duruşunu qoru. Çox önəmli məqam. Təqdimatda yalvaran modda olma. Sən, əlində real biznes imkanı olan tərəfsən. Qarşı tərəfə seçim şansı təklif edirsən. Əgər yalnız, nə olar qoşul, xahiş edirəm, mənə görə elə, psixologiyası ilə təqdimat etsən, insan bunu hiss edəcək və sənə yox deyəcək. Bizim məqsədimiz insanlara düzgün məlumat vermək, fürsəti göstərmək, amma razı salmağa çalışmamaqdır. İnsan beynində iki əsas sual var. Motivasiya spikeri Les Brown deyirdi ki, insanlar içində iki əsas sual daşıyır. 1. Mən buradan nə qazana bilərəm? 2. Mən bunu bacara bilərəmmi? Təqdimat etdiyin zaman, insan sənə bu sualları açıq deməsə belə, sən danışanda elə danış ki, sanki o bu iki sualı verib, sən də ona cavab verirsən. Yəni, gəlir imkanlarını sadə şəkildə göstər. Nə qazana bilərəm cavabı üçün? Sadə, kopyalana bilən sistemini izah et. Mən bacara bilərəmmi sualı üçün? Təqdimat bitdi. Heç kim sual vermədi. Nə edim? Təqdimat bitdi. Təxminən 10-15 dəqiqə danışdın.
Qarşı tərəf susur, sual vermir. Burada söhbəti sən açmalısan. Amma necə? Bu sualları vermə. Nə düşünürsən? Qərarın nədir? Bunlar insanı sıxışdıran suallardır. Onların yerinə belə soruş. Təqdimatda ən çox hansı hissə xoşuna gəldi? Sənin üçün ən cəlbedici hissə hansıdır? Bu cür suallar qarşı tərəfi mütləq pozitiv nəsə deməyə məcbur edir. Söhbəti açır. İnsanı daha rahat danışmağa gətirir. Hə və ya yox eşitmək. Bu biznesin təbii hissəsidir. Əgər yeni başlamısansa, çoxlu yox eşitmək səni incidə bilər. Amma unutma, bu network marketingin təbii hissəsidir. Hər yox, sənin təcrübənə əlavə olunan bir xaldır. Bugün səni sıxan yoxlar, sabah gülərək danışacağın hekayələrə çevriləcək. Əgər bu videodakı fikirlər sənin üçün faydalı oldusa, videonu bəyən, şərhlərdə təqdimatla bağlı fikirlərini yaz və bu videonu komandanla paylaş ki, hamı sadə, qısa və effektli təqdimat etməyi öyrənsin. FM Network Marketing kanalına abunə olmağı və bildirişləri aktiv etməyi unutma ki, növbəti təlim və motivasiya videolarından xəbərdar olasan. Mən Xəzər, sənə təqdimatın sirlərindən danışdım. Unutma, network marketingdə əsas iş təqdimatdır. Təqdimat etdikcə, inkişaf etdikcə nəticələr də gələcək. Görüşərik FM ailəsi.